Valideyn yox deyir, nənə isə olar deyir. Bəs nəticəsi nə olur? Qarışıq ailə tipinə mənsub olan uşaqların psixoloji vəziyyətinə təsir edən bir sıra faktorlar var. Bir ailədə ana, ata və uşaqlardan əlavə bir və ya bir neçə şəxs, nənə, baba, xala, bibi və sair şəxslər yaşayırsa, artıq bu ailəni qarışıq ailə tipi adlandırırıq. Günümüzdə Azərbaycan ailələrinin qarışıq ailə tipinə aid olan ailələrində ən çox uşaqların psixoloji vəziyyətinə təsir edən faktor nənə-baba faktorudur. Nənə və babalar nəvələrinə qarşı daha yumşaq və güzəştli yanaşmağa meylli olurlar. Lakin bu yanaşma valideynlərin tətbiq etdiyi qaydalarla ziddiyyət təşkil etdikdə uşağın çaşqınlıq yaşamasına səbəb ola bilər. Ana uyğun hesab etmədiyi bir davranışı əgər ailənin digər üzvü icazə verərsə, bu həm valideyn-övlad münasibətinə, həm də tərbiyə prosesinə mənfi təsir göstərə bilər. Uşağın özünü güvəndə hiss etməsi üçün ailə üzvlərinin qoyduğu qayda və qərarlarda eyni nöqtədən çıxış etməsi vacibdir. Unutmayaq ki, uşaq üçün ən sağlam mühit bütün ailə üzvlərinin eyni ortaq nöqtədən çıxış etdiyi bir mühitdir.